Öz zəngin təbiəti, flora və faunası ilə fərqlənən vətənimizdə 29 növ ilan yaşamaqdadır. Bəzi mənbələrə görə ölkəmizdəki ilan növlərinin sayı daha çoxdur. Amma bu növlərin az bir hissəsi zəhərlidir. Bugün məhz ölkəmizdə yaşayan zəhərli ilan növlərindən danışacağıq. Azərbaycandakı zəhərli ilanlar haqqında söhbətə başlamazdan əvvəl videonu bəyənib kanalıma abunə olsaz sizə minnətdar olaram. İndi isə qaldığımız yerdən davam edirik. Ölkəmizdə 29 növ ilan vardır ki, bunların 17-si zəhərsiz, 5-i yarı zəhərli, 7-si isə zəhərli olaraq qeydə alınıb. Bəzən insanlar onları bir-biri ilə səhv salırlar. Bu da çox zaman məlumatsızlıqdan qaynaqlanır. Onları görəndə ehtiyatı əldən verməyəsiz deyə bu ilanlar haqqında məlumatları sizlərlə bölüşürük. Qalxansifət. Qalxansifət ilanları əsasən dağlarda, meşələrdə, alp və subalp düzənliklərdə, hətta 1500 metr yüksəkliklərdə belə rast gəlmək olar. Bu növ ilanlara insanların yaşadığı ərazilərdə az təsadüf olunur. Qalxansifətlər əsasən kərtənkələlər, quşlar və həşəratlarla qidalanırlar. Bu ilan növü Azərbaycanda əsasən Böyük Qafqaz sıra dağlarının ətəklərində yaşayır. Qalxansifət ilanların ən böyüyünün uzunluğu 2 metrə yaxındır. O, ən zəhərli ilan növlərindən biri hesab olunur və onun zəhəri müalicəvi əhəmiyyətə malikdir. Nəhəng gürzə. Gürzəkimlər fəsiləsinə aid olan nəhəng gürzə və ya Macrovipera lapetino Azərbaycanda yaşayan ən təhlükəli ilan növlərindən biridir. Bu növün nümayəndələri əsasən səhra və yarımsəhra ərazilərində yayılıblar. Onlar qəzəbli xüsusiyyətə malik olurlar və kifayət qədər zəhərə malikdirlər. Bu səbəbdən nəhəng gürzələr təhlükəli hesab olunur. Nəhəng gürzə əsasən kərtənkələlər, quşlar və həşəratlarla qidalanır. Onlara ölkəmizin bütün regionlarında rast gəlinir. Nəhəng gürzənin də zəhəri müalicəvi əhəmiyyətə malikdir. Dağ gürzəsi. El arasında dağ gürzəsi, elmi ədəbiyyatlarda isə Montivipera raddei adlanan bu ilan növü Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi ərazilərində yaşayır. Dağ gürzəsinin bədəninin yan tərəflərində tutqun, hərdən isə zəif sezilən xallar olur. Bu ilanın baş hissəsi iki əyri zolağa ayrılır, hərdən isə zolaqlar arxa hissədə birləşir. Bu ilanın qarın tərəfində xeyli miqdarda xallar olur. Dağ gürzələrinin də zəhəri təhlükəli hesab olunur. Bu ilanlar əsasən həşəratlarla qidalanır. Dinnik gürzəsi. Dinnik gürzəsi Qafqaz gürzəsindən fərqli olaraq düzən və yarımsəhra quru çöl iqliminin olduğu ərazilərdə yayılıb. Dinnik gürzələrinə əsasən 1500 metrdən 3000 metr hündürlüyə qədər olan ərazilərdə rast gəlinir. Bu ilan növü Rus zooloqu Nikolay Dinnikin şərəfinə belə adlandırılıb. Bu gürzə növünə Azərbaycanda əsasən Zaqatala Dövlət Qoruğunun ərazisində rast gəlinir. Yetkin dinnik gürzəsi 500-550 mm uzunluğa malik olur. Quyruğunun uzunluğu isə 30-80 mm arasında dəyişir. Bu növ ilanlar əsasən həşəratlarla qidalanır. İrəvan gürzəsi. Gürzəkimlər fəsiləsinə aid olan İrəvan gürzəsi və ya digər adı ilə çöl gürzəsi adlandırılan bu növ əsasən Kiçik Qafqaz dağlarının ətəklərində yaşayır. O, Azərbaycan Respublikasında yaşayan ən təhlükəli ilan növlərindən biridir. Bu ilanlar ölkəmizdə yalnız Naxçıvan Muxtar Respublikasında və Qarabağ iqtisadi regionuna daxil olan rayonların ərazisində yaşayır. Digər gürzələr kimi bu növ ilanlar da zəhərli hesab olunur. Zəhəri insan və heyvanlar üçün olduqca təhlükəlidir. İrəvan gürzəsinin zəhəri qana təmas etdikdən sonra daxili orqanlarda qanaxmaya səbəb olur.
Gürzələrin bu növünün yetkin fərdinin uzunluğu adətən 1 metrdən artıq olur. Endemik növ hesab olunan İrəvan gürzəsi yalnız Qafqaz regionunda yaşayır. Şamaxı gürzəsi. Bu növ gürzələr əsasən Azərbaycan Respublikasının şimal-şərq hissəsində yayılıb. Onlar xüsusilə də Şamaxı rayonu ərazisində geniş areala malikdir. Elə bu ilan növü öz adını da aşkarlandığı rayonun adından götürüb. Şamaxı gürzəsinin ortalama uzunluğu 55-60 santimetrə bərabər olur. Zəhərli ilan növü hesab olunsa da, Şamaxı gürzəsinin zəhəri o qədər də təhlükəli deyil. Bu vaxta kimi onun zəhərindən ölüm halları qeydə alınmayıb. Orlov, Tuniyev və Kidov kimi alimlər tərəfindən 2013-cü ildə yeni növ kimi təsdiqlənib. Şamaxı gürzəsi dünyada yalnız Şamaxı rayonunun ərazisində yaşadığından Azərbaycandakı endemik heyvan növlərindən biri hesab olunur. Lotyev gürzəsi. Gürzəkimilər fəsiləsinə daxil olan bu ilan növü Rus herpatoloqu Konstantin Lotyevin şərəfinə belə adlandırılıb. Lotyev gürzəsi əsasən kərtənkələlər, quşlar və həşəratlarla qidalanır. Azərbaycan və Şimali Qafqaz Lotyev gürzəsinin yayıldığı əsas regionlar hesab olunur. Lotyev gürzəsi bir qədər İrəvan gürzəsinə də bənzəyir. Əsas fərqləri isə Lotyev gürzəsinin nisbətən enli və başının yumru olmasıdır. Bundan əlavə Lotyev gürzəsi parlaq boz və ya boz qəhvəyi rəngdə olur. Onların ortalama uzunluğu 500 mm təşkil edir. Lotyev gürzəsi əsasən hündürlüyü 1200-1800 metr olan ərazilərdə yayılıb. Ən əsas da dağlıq kserofit bitkilərin yayıldığı ərazilərdə üstünlük təşkil edir. Gürzəkimlərin bu növü əsasən gəmiricilər, kərtənkələlər və digər sürünənlərlə qidalanır. Onu da qeyd edək ki, Lotyev gürzəsi ən az tədqiq olunan ilan növlərindən biridir. Ümid edirəm Azərbaycan Respublikasında yaşayan zəhərli ilan növləri haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.